da bəyənməmişəm deyə axıra qədər istifadə etməmişəm. Niyə görə bəyənmədim? Çox ağır teksturadır. Göz altına bir damcı belə vurduqda bunu yaymaq olmurdu. Yapışıb qalırdı. Tam olaraq paylana bilmirdi dəriyə. Ona görə çox da sevmədim. İstifadə də etməmişəm axıra qədər. Heyf olsun. Oriflame-dən belə bir refill göz teni almışdım. Bunlar biraz satin görünüşlü göz tenidir. Parlaqlıq verir. Sadəcə həmin vaxtlarda mən bunları çox istifadə etməmişdim deyə bir müddət sonra artıq getdi bunun istifadə müddəti. Ten çox olanda da hamısını istifadə edib çatdıra bilmirsiniz vaxtı bitənə qədər. Bundan sonra başqa tenlərdə aldım deyə açığı qaldı. Güngöz satin bir görünüş bəxş edir. Belə həmin o qalıcı effektli tenlərdən deyil. White Glow'nun belə bir kiçik səyahət boyu diş macunu istifadə etmişəm axıra qədər və bəyənmişəm. Əgər sizin də həssas dişləriniz varsa, alıb yoxlaya bilərsiniz. Sadəcə bir mənfi xüsusiyyəti var. Tərkibində flor var. Bu da mənə görə elə də yaxşı bir xüsusiyyət deyil. Əgər bu sizi narahat etmirsə, belə bir kriteriyalarınız yoxdursa, ki flor olmasın, falan element olmasın, alıb sınaya bilərsiniz. 500 ml ölçüdə sərfəli refill formatlı bu Isana'nın maye əl sabununu sevərək istifadə etmişəm. Tərkibində greypfrut və nanə var. Qarışıq bir qoxusu var idi. Qoxusu çox yaxşı idi. Çalışın endirim vaxtlarında bundan çoxlu alın qoyun evə, çünki çox sərfəlidir. Eveline'ın bu dırnaqları bərpa edici lakı həqiqətən də işə yarayır. Bunu mən artıq tələbə vaxtlarından istifadə edirəm, effektini görürəm. Əgər dırnaqlarınız qırılırsa və ya da manikürdən sonra dırnaqlarınız zədələnibsə, mütləq bunu alın və istifadə edin. Bu müalicəvi məhsuldur və bunun təlimatına uyğun istifadə etsəniz həqiqətən də effektini görəcəksiniz. Bilir Design'ın bu dodaq balmı. Mən bunu adətən dodaq kənarını çərçivələyirdim qələmlə və ortasına da bunu vururdum. Çünki bu həm də balmdan əlavə parlaqlıq bəxş edən bir dodaq boyası kimi də istifadə olunur. Bunu başqa bir balmdan eyni anda istifadə etdim. Vaxtı bitdiyinə görə artıq mən bunu atmalıyam, istifadə edə bilmərəm. Tövsiyə edirəm, alıb yoxlaya bilərsiniz. Həm yumşaqlıq, həm də görüntü olaraq zərif bir görüntü verəcək dodağınıza. Gəldi bu Oxylite akne kreminə. Bunu vurduğum anlarda üzümdə düzü biraz qızarıqlıq yaradırdı. Çünki tərkibi çox güclü bir kremdir. Səpkiləri qurudur. İnanırsınız mənə, gecə vururdum mən bu kremi və ya da gündüz vurursunuz, günəşə çıxmayın amma çalışın. Evdə olarkən istifadə edin. Mən bunu gecə vururdum. Səhər durub görürdüm ki, üzümdəki o yaranan yeni səpkilər və ya da yaranmaq istəyən səpkilər quruyub. Yəni effektini gördüyüm bir müalicəvi kremdir. Yalnız və yalnız apteklərdə satılır. Gem Solution'un bu spray SPF-i də mənim çox sevdiyim bir məhsullardan oldu. Üzdə ağırlıq hissi buraxmır. Eyni zamanda da makiyaj altı, makiyaj üstü rahatlıqla istifadə edə biləcəyiniz bir spreydir. Harda görsəniz alın aldırın. Belə bitən məhsullar haqqında fikrim də bitdi. Bu da o deməkdir ki, videonun sonudur. Son olaraq sizdən bir xahişim olacaq. Kanala abunə deyilsinizsə abunə olmağı, videonu bəyənməyi unutmayın. Əgər bu məhsullar içində istifadə edib bəyəndiyiniz və yaxud da öz fikrinizi bölüşmək istədiyiniz bir məhsul var idisə, mütləq şərhlərdə mənimlə bölüşün. Gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.